Qubadlı 1-ci Qarabağ müharibəsi. Minlərlə Azərbaycan övladı erməni terroru, vandalizmi və işğalçılıq siyasətinə qarşı sinəsini hərbə meydan etdi. Ana yurtdan düşmən tapdağının kəsilməsi üçün canından keçən oğullardan biri də milli qəhrəman Kərəm Mirzəyev oldu. Mənim böyük qardaşım idi. O mənim uşaqlıq qəhrəmanımdır. Uşaqlıq qəhrəmanı olduğu kimi indi də böyük mənim üçün Azərbaycanın qəhrəmanı oldu. Kərəm Mirzəyev Qubadlıda polis əməkdaşı kimi asayişi qorumaqla kifayətlənmədi. Həm də doğulub boya başa çatdığı Qubadlının Novlu, Seytas, Əyin kəndlərinin azad edilməsi uğrunda rəşadətlə vuruşdu. Başçılıq etdiyi Laləzar əməliyyatında erməni qəsbkarlarının dırnaqarası komandanı Kareni məhv etdi. Onun qəhrəmanlığı bununla da bitmir. Laçın rayonunun ərazisində müdafiə eləmək bizim üzərimizə düşürdü. Ermənilər oradan torpaqlarımıza baskın edən zamanı bəlkə yüzlərlə polis əməkdaşı Kərəm Mirzəyev də onların içində o istiqamətdə döyüşə başladılar. Ermənilər, yüksəkliklər ermənilərin əlində olduğuna görə onlar hardasa 70-75 nəfərə polis nəfəri mühasirəyə düşdülər. Qaçan qaçdı, nə bilim, gizlənən gizləndi, amma Kərəmin avtomatı susmadı da, o onları ateşlə ləngitdi və o 70 nəfər mühasirədən çıxdı. Onlar çıxdı, özü vurdular, özü şəhid oldu. Bir epizodu xatırlamaq istəyirəm burada. Şurnuxu kəndində ermənilərin qərargahı yerləşmişdi. 3 polis əməkdaşı hücuma keçdi, biz meşədə onları qoruyurduq. Quliyev Şahbaz, Baxşəliyev Bəşir, Mirzəyev Kərəm. Üçü həmin posta daxil oldu, onlarla erməni bayanıqı məhv elədilər. Bir nəfər mənə əl elədi, biz maşında geri qayıdan vaxtı. Dedi ki, bu məni də götürərsiniz, Qubadlıya gedirsiniz. Dedim, mən gəl əyləşin. Nəysə, əyləşdi, gətirdim. Bunu mən Qubadlı polis şöbəsində, bölməsində bunu düşürəndə dedim, sən bura nəyə gəlirsən, xeyir olar. Dedi ki, mənim qardaşım döyüşdə olub, şəhid olub. Mən də dedim, Allah rəhmət etsin. Bunu orada düşürdüm, getdim, gəldim. Mən gəlib bizim briqada komandir var, onun yanına çatanda mənə onlar xəbər verirlər ki, sənin qardaşın şəhid olub. Kərəm Mirzəyev 1992-ci ilin oktyabrında ermənilərin Laçının Mazutlu kəndinə hücumu zamanı mühasirəyə düşən 72 döyüş yoldaşını xilas edir və özü qəhrəmancasına şəhid olur. Dedi, mən ölümdən qorxmuram. Bir dənə güllə adam burasından deyir, bax əlin uzatdı bura belə. Dedi, buradan deyir, ölüb gedəcəksən. Bir dənə anama yazığım gəlir ki, məndən sonra ağlayacaq, vəziyyət çıxacaqlar. Təsadüf elə getdi ki, o döyüşdən onu saxlaya bilmədik biz. O getdi, o döyüşə girdi və o döyüşdə də öz yoldaşlarım erməni işğalçı ordusunun pusqusundan qurtarmaq üçün və öz həyatını orada sona qoydu və şəhid oldu. Və elə güllə də düz barmağını qoyduğu yerdən dərmişdi. Bugün yaşasaydı 65 yaşı olacaqdı qəhrəmanımızın. Doğmaları, silahdaşları milli qəhrəmanı artıq 5 ilə yaxındır azad Qubadlıda. Onun məzarı başında ehtiramla anırlar. Bacı üçün çox ağır bir sözdür. Qardaş ölümünün fəxrini demək. Ancaq qardaşım vətən üçün öz canından keçdi. O sustu ki, biz danışaq. Mən uşaq vaxtından atasızlığın nə olduğunu çox gözəl bilmişəm. Çünki mən dünyaya göz açanda atam artıq şəhid olmuşdu. Mən atamı fiziki cəhətdən ümumiyyətcə görməmişəm. Mən atamla həmişə fəxr eləmişəm. Atam ölkənin böyük yüksək adlarından birinə, Azərbaycanın milli qəhrəman adına layiq görülmüşdü. Vətən müharibəsində şahid olduq ki, mən şəxsən özüm dedim, milli qəhrəman övladı kimi şahid oldum ki, bir Kərəm ölər, 1000 Kərəm doğular. Bax, məsələn, arxamızda gördüyümüz bu dağlar, bu dairələr, bu torpaqlar hamısı Kərəm ruhunda böyümüş igid qəhrəman oğullarımız sayəsində azad olundu. Həyatı və döyüş yolu kimi vəfatı da dastana çevrildi Kərəm Mirzəyevin. Xain düşmənin bir snayper gülləsinə qurban gedən milli qəhrəman özündən sonra minlərlə qəhrəmanın azad etdiyi torpaqlarda əbədi istirahətdədir. Natiq Çıraqzadə, Bağır Kərimov, ASTV Xəbər.